Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən xoş gördük hər kəsi. Bu günləri deməli 27 iyun 2026-cı ildir. Nəhayət ki, uzun ildən sonra şad xəbəri gəldi. İnşallah birinci, ikinci günü məktəbdə işə başlamalıdırlar. Və bu dəqiqədə hal-hazırda su montaj olunur. Ustalar tərəfindən su montaj olunur ki, iş gedəndə burada sudan istifadə edə bilsinlər. İnşallah dəyərli izləyicilər, hər kəsə şad xəbər çatdırıram ki, bu günləri işə başlayıblar. Demək olar ki, az da olsa. İnşallah birinci, ikinci günü geniş şəkildə ustalar inşallah işə başlayacaqlar. Yəni hər kəs bilir ki, söhbət nədən gedir? Şəmkir rayonunun Çınarlı qəsəbəsində yerləşən Şəhid Etibar Əsənov adına bir sahil tam orta məktəbdən gedir söhbət. Hər kəsə təbrik edirəm. İnşallah uğurumuz davam edəcək. Məktəb düzəlinə qədər yenə mübarizəmiz davam edir. Hər kəs buradan təbrik edirəm. İnşallah birinci, ikinci günü geniş şəkildə sizə təqdim edəcəm videonu. Bizi izləməyi unutmayın.